İmam Rıza əleyhissalama qonaq gəlir bir səhabəsi. Gəlir, oturur. Şam namazının vaxtı gəlir. Deyir, ağa, olar ki, namazı sizin arxanızda qılım gedim. Deyir, niyə olmur? Çox yaxşı. Namaz vaxtı olur, imam dayanır qarşıda, bu da onun arxasında namaz qılır. İmam deyir ki, yemək ye. Da qalmısan Şamda yeyə bir yerdə. Bu deyir, lap yaxşı. Otururlar, yemək yeyirlər. Yemək yeyəndə vaxt keçir, o vaxtda taksi zətdə yox idi. Deyirlər, gecdi, getmə, elə qal bizdə. Deyir, lap Allah, imamın evində yataram. Biraz üzdü qonaq olur deyəsən. İmam deyir, qal bizdə. Sonra neynir? İmam durur buna yer salmağa, özü. Bu deyir, ağa, ayıbdır, xəcalət çəkirəm. Deyir ki, yox, qonağı qəbul eləməyin ədəbi var. Biz əhl-i beyt qonağı işlətmərik. Sən qonaqsan, mən imamam düzdür, amma sən qonaqsan. Qonaqsansa yeri özüm salmalıyam. Yerini salır, deyir, uzan dincəl. Yerini salıb çıxanda, amma qapıdan qayıdır İmam Rıza əleyhissalam. Qayıdır, deyir ki, amma bir şey deyim sənə, sabah dostların içinə gedəndə fəxr eləmə ya ki, mənə xüsusi diqqət olundu, bunu eləmə. Görün, haracan bizim fikrimizdədir imam, bilir ki, bədbəxt olacaq da, neymət üz verdi, oracan dərdimizi çəkir. Deyir, birdən gedərsən, fəxr eləyərsən, amma bunu eləmə. Adam var ya, gəl otur filan ruhani yanında, qulağına güvənəsə, sözü də yoxdur deməyə. Hamı görsün ki, mən bununla yaxınam. İndi demirəm, hər qulağına söz deyən, bəzisinin elə sözü var deməyə. Onlar da belə, gedib demə ki, mən İmam Rıza ilə belə yaxınam. İmam deyir, belə demə. Həm maddi neymət verir, hörmətlə qarşılır, həm də onun dərdini çəkir ki, fəxr eləyib bədbəxt olmur. Görün, imam bu deməkdir.